Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nufusina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi tayyibine tahirinel ma'sum ve ala ehli beytihi tayyibine tahirinel ma'suminel mukarramin ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyavmi yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. İmam Hüseyin Aleyhisselamın, Həzrət Əbəlfəz Aleyhisselamın və İmam Səccad Aleyhisselamın mübarək mövlud günləridir. Bugün münasibətilə mən hər birinizi təbrik eləyirəm. Allah dünyada onların Əhl-i Beytin ziyarətini, qiyamətdə şəfaətini hər birinizə nəsib eləsin. Allah bu sevgini günü-gündən bizim qəlbimizdə daha da çox eləsin və bizləri Əhl-i Beytin həqiqi ardıcıllarından qərar versin inşallah. Bu münasibətlə mən bir neçə dəqiqə inşallah söhbət eləyəcəm, vaxtınızı alacam və inşallah söhbətimizin də axırında dəyərli Əhl-i Beyt məddahı Seyyid Peyman əzizimiz qonağımızdır. İnşallah onun ilahilərindən faydalanarıq. İmam Hüseyin Aleyhisselamın dünyaya gəlişi insanlıq üçün bir hadisədir, mühüm bir hadisədir. Həqiqətən də belədir. İnsanın həyatda, yaşayışında onu hidayət eləyən, onu hidayətə çatdıran, onun üçün bütün xoşbəxtliyin zəminlərin yaradan bir şəxsə insanın ehtiyacı var və Allaha sonsuz şükürlər olsun ki, Allah belə bir şəxsi bizə bəxş eləyib. İnsanın dünya və axirət xoşbəxtliyin təmin eləyən bir şəxsə ehtiyacı var. Bu İmam Hüseyin Aleyhisselamdır. İmam Hüseyin Aleyhisselam hidayət çırağıdır, qurtuluş gəmisidir. Həzrət Peyğəmbər belə təqdim eləyir. İnnəl Hüseynə misbahul huda və səfinətun nicat. Həqiqətən də Hüseyin hidayət çırağıdır, qurtuluş gəmisidir. Allah onu bizim üçün dünyaya gətirib. Ümumiyyətlə onların varlıq aləminə, yəni bu maddi aləmə gəlmələri özü bir hadisədir. Onlar gəlib ki, bizim əlimizdən tutsun, sənin, mənim əlimdən tutsun ki, bizi aparsınlar. Onlar üçün əslində özləri buyurur ki, çox çətindir. Çox çətindir ki, gəlsinlər bizimlə bu maddi aləmdə yaşasınlar. Onlar ki, ilkin yaranışdılar, xilqətin əvvəlidirlər. Həzrət Peyğəmbər necə buyurur? Əvvəlu ma xələqəllah nuri. Allahın yaratdığı ilk şey mənim nurumdur və Əhl-i Beyt də bu nurdan yaranıblar. Ona görə də onlar üçün çox çətindir. Gəlsinlər bu maddi aləmdə, bu çətinlik diyarında yaşasınlar. Amma Allah onları bizim üçün göndərib, bizim üçün qərar verib ki, onlar bir də maddi baxımdan bu dünyada doğulsunlar, bu dünyaya gəlsinlər, o aləmlərdən ensinlər bu maddi aləmə və sənlə, mənlə bir yerdə yaşasınlar və hələ bizim nazımızla oynasınlar. Və hələ biz onların üzərinə qılınc çəkək, onları aparaq Kərbəlaya, onları səhrada susuz şəkildə qətlə yetirək, başların bədənlərindən ayıraq, zəhərlə öldürək. Bu, yəni onlar bizim üçün nələrə dözüblər? Özləri buyururlar, yaxınlaşırıq, bir cür bəladır. Yaxınlaşırıq, imkan vermirsiniz. Bizimlə belə rəftar eləyirsiniz. Uzaqlaşırıq da ki, görürük, uzaqlaşanda da alınmır, bədbəxt olursunuz. Bizdən uzaqlaşanda, bizdən ayrı düşəndə görürük ki, alınmır, məhv olursunuz. Ona görə də Allah bu məhəbbəti bizim fitrətimizdə də yaradıb onlara qarşı. Bizim fitrətimizdə onların məhəbbəti var. Şiyələrimiz bizim torpağımızdan yaranıb.
Əhl-i Beytin yarandığı, deyir, torpağın qalıqlarından yaranıb. Ona görə də bizim xəmrimiz, sadə dildə desək, onların məhəbbəti ilə yoğrulub. Əslində onları sevmək, onları tanımaq çətin məsələ deyil. Onlara sevgi bizim fitrətimizdədir. İnsanın həqiqətə sevgisi varsa, haqqa sevgisi varsa, insan Əhl-i Beyti tanıyır və tapır. Bu, yəni insan üçün çox da çətin məsələ deyil. Əhəbbəllah mən əhəbbə Hüseynən. Bu elə bir sevgidir ki, onu sevəni Allah sevir. İmam Hüseyn əleyhissalamı, Əhl-i Beyti, bütün imamlara da aiddir. Onları sevəni Allah özü sevir. Əhəbbəllah mən əhəbbə Hüseynən. Kim Hüseyni sevsə, Allah onu sevər. Və möminlərin qəlbində də İmam Hüseyn əleyhissalama qarşı bu sevgi var. İnnə lil Hüseyn məhəbbətən məqdunətən fi qulubil müminin. Həqiqətən də möminlərin qəlbində İmam Hüseynin gizlin bir məhəbbəti var. İnsan özün kəşf eləsə, özünə baş vursa, qəlbinə baş vursa, görər ki, qəlbinin dərinliyində İmam Hüseyn əleyhissalama qarşı sevgi var. Hazır xammaldır bu sevgi, bu məhəbbət. Və bizə düşən həmin o sevgini inkişaf etdirməkdir. O toxumu inkişaf etdirib gülə çiçəyə çevirməkdir. Çox dəyərli sevgidir. Dəyərin bilməsən əlindən çıxa bilər. İnsan dəyərin bilməlidir. Hər insana qismət olmur İmam Hüseynin sevgisi, İmam Hüseynin məhəbbəti. Allah da İmam Hüseyn əleyhissalama xüsusi bir özəllik verib. Yəni bu danışdığımız bu fəzilətlər, bunlar İmam Hüseyn əleyhissalamın məsələn peyğəmbərdən bir üstünlüyü deyil. Adətən belə danışanda elə bilirlər ki, biz demək istəyirik ki, İmam Hüseyn peyğəmbərdən də üstündür. Xeyr, belə demək istəmirik. İmam Hüseyn əleyhissalamın nəyi varsa elə peyğəmbərdəndir. İmam Hüseyn əleyhissalamı peyğəmbər əzizləyib. Peyğəmbər İmam Hüseyn əleyhissalam barəsində söz deyib və danışdığımız bütün bu hədislər hamısı elə peyğəmbərdəndir. Həzrət Peyğəmbər İmam Hüseyn barəsində bu hədisləri deyib. Və İmam Hüseyn əleyhissalamın dəyərin bizə başa salan, İmam Hüseyn əleyhissalamın məhəbbətini bizə tövsiyə eləyən, İmam Hüseyn əleyhissalamı bizə sevdirən də elə Həzrət Peyğəmbərdir. Həzrət Peyğəmbərin sayəsində biz İmam Hüseyn əleyhissalamı sevirik. Peyğəmbərin balasıdır, Peyğəmbər balasıdır, Peyğəmbərin əzizidir, Peyğəmbərin qucağında böyüyüb, sinəsində böyüyüb. Həzrət Peyğəmbər onu öpərdi, qoxlayardı. İmam Hüseyn əleyhissalama xüsusi dəyər verərdi. Ona görə biz də İmam Hüseyn əleyhissalamı sevirik və Peyğəmbər sünnəsinə əməl edirik İmam Hüseyni sevməklə. Bunu bilək ki, İmam Hüseyn əleyhissalamı sevməklə biz Peyğəmbərin sünnəsinə əməl edirik. Peyğəmbər özü İmam Hüseyn ağanı sevərdi uşaqlığından və onun məhəbbətin tövsiyə eləyərdi və İmam Hüseyn üçün ağlayıb göz yaşı töküb Həzrət Peyğəmbər. Özü xəbər verib. Dedi, Həzrət Cəbrail gəldi, mənə xəbər verdi ki, onu iki çayın arasında susuz şəkildə qətlə yetirərlər. Özü İmam Hüseyn ağaya ağlayıb. Özü İmam Hüseyn ağanın müsibətini saxlayıb, zikri müsibət deyib, ağlayıb. Həzrət Peyğəmbər deyib, Əli əleyhissalam ağlayıb. Həzrət Əli deyib, Həzrət Peyğəmbər ağlayıb. Bu xəbər gələndən sonra. Qəribə bir hal var İmam Hüseyn ağanın mövludunda da. O dünyaya gələndə Həzrət Peyğəmbər onu qucağına alanda ağladı. Həzrət Zəhra soruşanda ki, ya Rasulallah, niyə ağlayırsınız? Həzrət Peyğəmbər buyurdu ki, mənə xəbər verildi ki, bu uşaq hansı şəkildə qətlə yetiriləcək. Hələ o dünyaya gəlməzdən əvvəl Həzrət Fatimənin bətnində olanda
gələrdi Peyğəmbərin yanına, Həzrəti Zəhra, deyərdi ki, ya Rasulallah, hiss eləyirəm ki, bu uşaq mənlə danışır. Həzrəti Zəhra onun hallarını hiss eləyərdi. Soruşanda ki, qızım nə deyir, nə hiss eləyirsən? Deyir ki, ya Rasulallah, bu uşaq deyir ki, ənəl məzlum, mən məzlumam, ənəl ətşan, mən susuzam, ənəl qərib, mən qəribəm. Var ki, hətta Peyğəmbər dünyaya gəlməzdən əvvəl elə bu yerdə İmam Hüseyn ağanın Kərbəlasını xəbər verdi Həzrət Fatimiyə. Və Həzrət Fatimə ağladı. Dedi, ya Rasulallah, həmin vaxtı siz olacaqsınız. Peyğəmbər buyurdu ki, xeyr. Əli olacaq, xeyr. Mən olacam, yox. Qardaşı Həsən olacaq, yox. Deyir, Həzrət Fatimə ağladı orada, narahat oldu. Dedi, bəs mənim Hüseynimə kim ağlayacaq, kim əza saxlayacaq? Həzrət Peyğəmbər orada sizin xəbərinizi verdi Həzrət Fatimiyə. Dedi, qızım, narahat olma, ümmətimdən bir dəstə hər il balası ölmüş ana kimi ağlayarlar sənin Hüseynivə. Deyir, bunu eşidəndə Həzrəti Zəhranın üzünə bir təbəssüm gəldi, dodağına təbəssüm qondu. Sizin xəbərinizi verəndə Həzrət Fatimə sevindi, şad oldu. Ona görə də çox dəyərli bir sevgidir, insanı çox uca yerlərə aparıb çıxardar. Bütün məsumlar hidayət çırağıdırlar, qurtuluş gəmisidirlər, amma İmam Hüseyn ağanın onlar arasında xüsusi bir mövqeyi var. İmam Hüseyn ağada bu hidayət məsələsi çox güclüdür, çox sürətlidir. Çox sürətlidir. İnsanı bir an içində çox yerlərə aparıb çıxarda bilər. Bütün məqam sahibləri də, bir yerə çatmış insanlar da hamısı etiraf edirlər ki, nə yerə çatmışıqsa İmam Hüseynlə çatmışıq. Onun məclisləri ilə çatmışıq. Və İmam Hüseyn ağanın bir vəfalı səhabəsi var, bir vəfalı yarı var, dostu var Kərbəlada. O hələ dünyaya gəlməzdən əvvəl Həzrət Əli əleyhissalam onu xüsusi seçmişdi. Xüsusi bir xanım tapdı və onunla ailə qurdu. Yazırlar ki, qardaşı Əqlə dedi ki, Əql nəsəbşünas idi. Dedi, mənə elə bir qəbilədən, tayfadan bir xanım tap ki, şücaətli olsun və ondan şücaətli oğullar dünyaya gətirsin. Şücaətli olsun, şücaətli qəbilədən mənə bir xanım tap, ondan da şücaətli oğullar dünyaya gəlsin ki, bir gün gələcək Hüseynin çətin günündə lazım olacaq. İmam Hüseynin yanında olmalıdır və Ummulbənni tapırlar. Ummulbənindən Həzrət Əbəlfəz dünyaya gəlir. Çox ədəbli xanım idi və çox ədəbli də övladlar dünyaya gəldi. Xanım Ummulbənindən. Və bilirsiniz, Həzrət Əli əleyhissalam şəhid olanda Həzrət Fatimənin övladları, yəni İmam Həsən, İmam Hüseyn, Həzrət Zeynəb, bunlar artıq böyümüşdülər. Bunlar böyümüşdülər, amma xanım Ummulbəninin uşaqları balacaydılar, kiçik idilər. Yəni az yaşlarında ataların Həzrət Əli əleyhissalamı itirdilər. Həzrət Əbəlfəz ağanın yazırlar ki, 14-15, ən çoxu 16 yaşı var idi. Əli əleyhissalam şəhid olur, amma o birisi qardaşları, özündən əlavə 3 qardaşı da var idi. Onlar balacaydılar. Xanım Ummulbənin onları böyüdür və məqam çatır. İmam Hüseyn ağa Kərbəlaya gedəndə onlar da 4 qardaş, başda Həzrət Əbəlfəz ağa olmaqla qoşulurlar qardaşlarına, İmam Hüseyn ağaya və Kərbəlaya gedirlər. Həzrət Əbəlfəz Kərbəlada necə idi? Bilirsiniz də, çox ədəbli idi. İmam Hüseyn ağaya qardaşı idi, amma elə ağam deyirdi, seyyidim deyirdi. Həzrət Zeynəb buyurur ki, mən özüm eşitdim, 3 qardaşın yığmışdı, onlarla danışırdı, söhbət eləyirdi.
Aşura gecəsi. Həzrəti Zeynəb buyurur, Aşura gecəsi idi, yığmışdı xeymiyə qardaşların, onlarla danışırdı. Dedi ki, mənim qardaşlarım, sizin fikriniz nədir, sizin rəyiniz nədir? Sabah üçün, Aşura günü üçün. Dedilər ki, qardaş, sənin rəyin nədirsə, sənin fikrin nədirsə, biz də həmin fikirdəyik. Biz də səninlə eyni fikirdəyik. Və hamısı bu yolda canlarından keçdilər. Hamısı bu yolda canlarından keçdilər. Həmin bu qardaşlar da elə İmam Həsənin, İmam Hüseynin yanında böyümüşdülər. Axırda da gəlirlər canların bu yolda fəda eləyirlər. Dedi bir halda ki, sizin də fikriniz, rəyiniz mənimlə birdir. Onda gərək hamımız Hüseynə fəda olaq. Və elə belə də elədilər. Hamısı canların bu yolda fəda elədilər. Onun şəhadət xəbərin gətirib anasına deyəndə, xanım Ummul Bənnə deyəndə ki, oğlanlarınız şəhid oldu, Əbəlfəz şəhid oldu, 4 oğlun şəhid oldu, deyir. Bir alim var, belə yazır. Deyir ki, xanım Ummul Bənnin cavabı bu oldu. Əvladı və mən təhtəl xədra kulluhum fidaun li Əbi Abdillahil Hüseyn. Dedi ki, bütün övladlarım və səmanın altında olan hər şey, bu göyün altında olan hər şey fəda olsun Hüseynə. Hamısı Hüseynə fəda olsun. Belə bir mərifətli xanım idi, xanım Ummul Bənin və Həzrət Əbəlfəz anası idi. Həzrət Əbəlfəz belə bir xanımın oğluydu və canını bu yolda fəda elədi. Çox vəfalı bir şəxs idi. Həzrət Əbəlfəz ağa. Düşmən tanıyan idi. Çox bəsirətli insan idi. Nafizəl bəsirə. İmam Sadiq əleyhissalam buyurur, əmmim Əbbas iti bəsirət sahibi idi. Əbdus salih idi. Salih bəndə idi. Bəsirəti var idi. Şeytanın hiləsini başa düşürdü. Düşməni tanıyırdı. Şimir gətirib amannamə verəndə Kərbəlada onun ağzından vurdu və dərhal geri qaytardı. Və özün qınadı ki, görəsən mən harda səhvə yol vermişəm ki, belə bir cəsarət tapıb, gətirib mənə amannamə verirlər ki, Hüseyndən ayrılım. Və orada lənət oxudu. Dedi, Allah sənə də lənət eləsin, bu amannaməni yazıb göndərənə də Allah lənət eləsin. Deyirsən ki, Hüseyni tərk eləyək, Fatimə övladını tərk eləyək və lənətə gəlmişlərin tərəfinə keçək, lənətə gəlmişlərin övladlarının tərəfinə keçək və Fatimə balasını tərk eləyək, narahat oldu. Mərifət sahibi idi və hamının da pənahgahı idi. Hamının pənahgahı idi Kərbəlada. O şəhid olana qədər xanımlar, qızlar, uşaqlar hamısı arxayın idilər. Baxırdılar əmilərinə, deyirdilər ki, əmmimiz Əbəlfəz sağdır, o sağ olana qədər bizə heç kəs zərər toxundura bilməz. Hətta o mərsiyələrdə də oxuyurlar İmam Hüseyn ağanın dilindən. Deyir ki, xanım Zeynəbə deyir, İmam Hüseyn ağanın dilindən deyirlər ki, bu gecə Əbəlfəz pənahındayıq bacı, Aşura gecəsində. Ən çətin anlarda ona sığınırdılar, uşaqlar, qızlar. Və o şəhid olandan sonra düşmən cəsarət tapdı xeymələrə hücum eləsin. Mərifət sahibi idi, yəqini var idi, hər şeyə yəqini var idi, yəqin halındaydı. Zərrə qədər onun şək şübhəsi yox idi və çox ixlaslı insan idi. İxlasın nəhayətində idi.
Kərbəla nurlarının mövlud günləridir və İmam Səccad ağaya da işarə etmək istəyirəm. Bu mövlud günləri ki var, İmam Hüseyn ağa, Həzrət Əbəlfəz və İmam Səccad əleyhissalam hamısı Kərbələdaydılar və o hadisələrin hamısını özləri gözləri ilə görüblər. Ona görə də elə bu günə Kərbəla nurlarının mövludu da desək yanılmarıq. İmam Səccad əleyhissalam da Kərbələdaydı və o hadisələrin hamısını görürdü. İmam Səccad ağa demək olar ki, Kərbəladan sonra Kərbəlanın yaşanmasında xidmət elədi. İmam Hüseyn ağanın oğludur və Allahın təqdiri belə oldu ki, o sağ qalsın, o döyüşməsin. Xəstə idi, halsız idi, ona görə də döyüş vəzifəsi boynunda yox idi. Və Allahın da iradəsi belə idi ki, o sağ qalmalıdır ki, Əhl-i-Beyt davam eləsin. Amma Həzrəti Zeynəblə əl-ələ verdilər İmam Səccad əleyhissalam və İmam Hüseyn ağanın işin diri saxladılar. İmam Hüseyn ağanın qanın diri saxladılar. Qoymadılar ki, onu təhrif eləsinlər, dəyişsinlər və yanlış təqdim eləsinlər insanlara. Çünki belə təqdim etmişdilər ki, kafir əsirlər gəlib, dinsizlər gəlib, xaricilər gəlib. Onlara, insanlara getdilər Kufədə, Şamda xütbə elədilər, danışdılar və insanlar başlarına döydülər ki, biz nə etmişik? Biz nə böyük cinayət törətmişik? Adi insanlara həqiqəti başa saldılar, şəhər insanlarına. Onlar İmam Hüseyn ağanın Kərbəlasını təhrifdən qorudular. İmam Səccad ağa çox çətin bir şəraitdə yaşayan imamlarımızdan olub. Çox çətin. Özü buyurur ki, Kərbəladan sonra insanlarda o qədər mənəvi tənəzzül baş vermişdi ki, buyururdu ki, bütün Məkkə və Mədinəni gəzəsiz, bütün Hicazı gəzsəz, bizi sevən 20 nəfər tapmazsınız. Belə bir çətin şəraitdə İmam Səccad ağa başlayır fəaliyyət göstərməyə, əziyyətlər çəkir, xidmətlər eləyir, insanları yetişdirir, alim səviyyəsində yetişdirir ki, onlar cəmiyyətdə təbliğ eləsinlər. Yavaş-yavaş İmam Səccad ağanın həmin o zəhmətlərinin elə sayəsində idi ki, gəlir İmam Sadiq ağanın zamanında İmam Sadiq ağanın 4000 tələbəsi olur. Əhl-i-Beyt məktəbi parlamağa başlayır. Və çox səxavətli idilər. Çox səxavətli idilər. İnsanlara qarşı son dərəcə mehriban idilər. Səxavətli idilər. Onlardan bir şey istəyən heç vaxt əliboş qayıtmazdı. Gəlir İmam Hüseyn ağadan Mədiniyə gəlir bir nəfər, deyir ki, səxavətli adam axtarıram, mənə kömək eləsin. Səxavətli də Əhl-i-Beyt məşhurdur. Deyirlər ki, get Hüseyn ibn Əlinin yanına, İmam Hüseyn ağanın yanına göndərirlər. Məsciddədir, gəlir məscidə görür namaz halındadır və öz ehtiyaclarını İmam Hüseyn ağaya deyir. İmam Hüseyn ağa götürür onu, gəlir evə və qəmbərə deyir ki, evimizdə Hicaz mallarından nə var, nə qalıb? O da deyir ki, 400.000 ya 4.000 dinar pul qalıb. Onun hamısını verir, ona deyir ki, ona bizdən daha çox ehtiyacı olan var. Hamısını verir ona. O şəxs deyir, ağlayır. Hətta qapıdan çıxarır əlini İmam Hüseyn ağa ona uzadır, verir ki, utanmasın. O şəxs ağlayır. İmam Hüseyn ağa soruşur ki, nə üçün ağladın? Azlığına görə ağladın? Deyir ki, yox, ağa azdır. Bu mən istəyəndən də çoxdur. Sadəcə bunun üçün ağlayıram ki, bu səxavətli əllər bir gün torpağın altında qalacaq. Onun üçün ağlayıram. İnfaqları da belə idi. İmam Hüseyn, İmam Səccad ağadan gəlir bir nəfər yardım istəyir. İmam Səccad ağa ona ehtiyacını verir. Ehtiyacını verir və nəyi var idi əlində verir, kömək eləyir artıqlamasıyla. Və o ehtiyaclı da, o sail də alır onu.
Sonra imam ona deyir ki, o aldıqlarını geri qaytar ver mənə. Qaytarır İmam Səccad əleyhissalama. Deyir İmam Səccad əleyhissalam o verdiklərini də öpür, gözlərinin üstünə qoyur. Təzədən qaytarır ona. Deyir, ağa niyə belə elədin? Bunun mənası nə idi, hikməti nə idi? İmam Səccad əleyhissalam buyurdu ki, çünki Allah Quranda özü buyurur ki, və huvə yəxuzus sədaqat, sədaqələri Allah özü alır. Allah özü alır. Sən ehtiyaclıya sədaqə verirsən, Allah buyurur ki, o almır, həqiqətdən mən alıram sədaqələri. Ona görə də deyir ki, öpdüm, sanki Allah alır da məndən o sədaqəni. Öpdüm, o verdiklərimi gözümün üzərinə qoydum və təzədən ona təqdim elədi. Bu qədər səxavətli idi və çox səcdə eləyirdi. O qədər səcdə eləyirdi ki, Səccad, yəni çox səcdə eləyən, Zeynul Abidin, abidlərin, ibadət eləyənlərin zinəti idi. Ona deyəndə ki, nə qədər ibadət eləyəcəksən, şəfaət etmək sənin babunun haqqıdır, cəddüvün haqqıdır. Sizə onsuz da şəfaət eləyəcəksiniz, onsuz da cənnətə gedəcəksiniz. Niyə bu qədər ibadət eləyirsən? İmam Səccad ağa buyurdu ki, bu sözü elə Cəddin Peyğəmbərə də dedilər. Həzrət Peyğəmbər buyurdu ki, əfəla əkuna əbdən şəkura. Məgər mən şükr eləyən bəndə olmayım? Allahın ki, bu qədər neymətləri müqabilində mən necə şükr etməyim, necə ona ibadət eləməyim? İbadətdən doymur, Allahı ibadətə layiqli bilir. Cənnət, cəhənnəm, bütün bunlar hamısı onlar üçün xırda məsələdir. Allahın özün ibadətə layiq bilir və ibadət eləyir. Çünki azad insanlardır. Azadların ibadəti Əli əleyhissalam buyurur ki, belədir. Və maraqlı bir sözü var deyəndə ki, ağa, sən nə qədər ibadət eləyirsən, nə qədər səzdə eləyirsən, dedi ki, nə qədər ibadət də eləsəm, atam Əlinin ibadətinə çata bilmirəm. Atam Əlinin, Həzrət Əlinin ibadətlərinə mən çata bilmirəm. Görün, Həzrət Əlinin ibadəti nədir? Əhl-i Beyt əleyhissalam həyatın hər sahəsində bizlər üçün nümunədir. İstər ibadətdə, Allahla ünsiyyətdə, istər infaqda, insanlara qarşı səxavətli olmaqda, kəramətli olmaqda, insanlarla münasibətdə, mehriban və şəfqət göstərməkdə, həyatın hər sahəsində onlar nümunədirlər, bizim üçün nurdular, işıqdılar. Həyatımızı Allah onların nuru ilə nurlandırıb. Çox şükürlər olsun ki, Allah onları bizə doğru göndərib, bizə tanıdıb, bizə onları sevdirib və biz də onları sevirik, onlara bağlanmışıq. Allah bu sevgini, bu məhəbbəti bizə çox görməsin. Allah bu sevgini əlimizdən almasın və dünya və axirətimizi onlarla bircə qərar versin inşallah. Mən sözü çox uzatmıram. Sözü inşallah mən əziz Seyidə verəcəm, Seyid Peymana verəcəm və ilahi nəğmələri ilə inşallah davam eləyəcək. Allah bu sevgini, bu məhəbbəti əlimizdən almasın, dünyada ziyarətlərini, qiyamətdə şəfaətlərini hər birinizə nəsib eləsin inşallah. Allah hər birinizdən razı olsun, bir daha bayramınız mübarək olsun. Şaban ayı, nur ayı, rəhmət ayı, dua ayı, zikr ayı, taət ayı, Əli övladına viladət ayı, bu ayda aşiqlər qəlbi şad olar. Hara getsən Əhl-i Beytdən ad olar. Şaban ayı hamı yeri bəzəllər, aşiqlərin yoluna gül düzəllər. Hey oxunar qəsidələr, qəzəllər. Allah qırmızlala verib bu ayda, Fatimiyə bala verib bu ayda. İmam Hüseyin əleyhissalamın mövludu sizlərə mübarək olsun inşallah. Gül açıb bağı fədək, gözün aydın Fatimə. Gül açıb bağı fədək, gözün aydın Fatimə. Səslənir huru mələk, gözün aydın Fatimə. Səslənir huru mələk, gözün aydın Fatimə. Ya Hüseyin o ya Hüseyin,
Ya Hüseyin o ya Hüseyin, ya Hüseyin o ya Hüseyin, ya Hüseyin o ya Hüseyin, ya Hüseyin o ya Hüseyin, ya Hüseyin o ya Hüseyin, ya Hüseyin o ya Hüseyin. Ya Hüseyin o ya Hüseyin, bezendi dünya cennet olela, bezendi dünya cennet olela, şad olup gelbi Hazreti Zehra, şad olup gelbi Hazreti Zehra. Dile geldi Fatime, ne güzel sen ay bala, seni Xallaq Vedud mənə verdi pay bala. Geceler sübhə kimi diyərəm lay lay bala, gözlerin açdı Hüseyin, gözün aydın Fatime. Ya Hüseyin o ya Hüseyin, 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 ya Hüseyin o ya Hüseyin. Gelibdi mehman erşe bu canan, göy ehli olsun adına kurban. Göy ehli olsun adına kurban. Ya Hüseyin o ya Hüseyin, 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 ya Hüseyin o ya Hüseyin. Ya Hüseyin o ya Hüseyin. Şaban ayı həsud gözün ox dəlib, İki Fatimənin qəlbi dincəlib. Ədəbə bax, gün dalıca ay gəlib. Ümmülbənin alnın qoyub toprağa, gül tək büküb Əbəlfəzi qundağa, Əbəlfəz ağa da dünyaya gəlib. Hüseyni səsləyin yari, Əbəlfəz gəldi dünyaya. Uzun qollu ələmdari, Əbəlfəz gəldi dünyaya. Uzun qollu ələmdari, Əbəlfəz gəldi dünyaya. Verin müjdə cahan bilsin, qoca bilsin, cavan bilsin, Əlinin dövləti vari, Əbəlfəz gəldi dünyaya. Əlinin dövləti vari, Əbəlfəz gəldi dünyaya. Hüseyni səsləyin yari, Əbəlfəz gəldi dünyaya. Uzun qollu ələmdari, Əbəlfəz gəldi dünyaya. Əbəlfəz gəldi dünyaya. Mələklər şad-ı xürrəmdi, baş üstə hurilər cəmdi. Doğuldu haqq tərəfdari, Əbəlfəz gəldi dünyaya. Əbəlfəz gəldi dünyaya. Hüseyni səsləyin yari, Əbəlfəz gəldi dünyaya. Uzun qollu ələmdari, Əbəlfəz gəldi dünyaya. Əbəlfəz gəldi dünyaya.
Əbəlfəz gəldi dünyaya, mərifət çəkdisinin ləngəri Səccad ağadır. Zeynəbin qəmgün həm səngəri Səccad ağadır. Aşıqı mütəvəssil olan kim dərgahına hacət alar, dağdan dildə olan qəmləri Səccad ağadır. İmam Səccad əleyhissalamın da mövludu yaxınlaşır. Allah o həzrətin şəfaətin hər birimizə nəsib eləsin. Qeyd edirlər hər məkanda İmam-ı Səccad mövludunu. Əli ibn Hüseyndir o, əhl-i cənnət tanır onu. Mövlud günün mübarək, sevər səni pak ürək. İnsanlar səni anır, Səccad deyir şadlanır. Mövlud günün mübarək, sevər səni pak ürək. İnsanlar səni anır, Səccad deyir şadlanır. La ilahə illallahın şərtlərindən birisən, məsumların altıncısı sən Allahın nurusan. Mövlud günün mübarək, sevər səni pak ürək. İnsanlar səni anır, Səccad deyir şadlanır. Mövlud günün mübarək, sevər səni pak ürək. İnsanlar səni anır. Səccad deyir şadlanır. Bayramımız mübarək olsun. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'zzil cellel ekrem ve bil Hüseyin ya Allah 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma, amin deyən dillərimizi lal öldürmə. Bu mübarək mövlud günlərin hər birimizə mübarək qərar ver. Onların Əhl-i Beyt əleyhissalamın dünyada ziyarətlərini, qiyamətdə şəfaətlərini nəsib elə. İmam Hüseyn ağanın, Həzrət Əbəlfəz ağanın, İmam Səccad əleyhissalamın ziyarətlərini və şəfaətlərini bizlərə nəsib elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. Dünya və axirətimizi abad elə. Cəmi sıxıntıda, çətinlikdə olanların, müşküllərin, sıxıntıların Babul Həvac Həzrət Əbəlfəz əli ilə həll elə. Cəmi xəstələrə İmam Səccad əleyhissalam ehtiramına şifa-i acil mərhəmət elə. Bizi izləyənlərin nə dərdlərinə, hacətləri var, Əhl-i Beyt ehtiramına rəva elə. Övladı olmayanlara salih, sağlam övladlar nəsib elə. Nəslimizdən, övladlarımızdan Peyğəmbər və Əhl-i Beytinə düşmən qərar vermə. Bizləri onları sevib, onlara bağlanıb, onların məhəbbəti ilə dünya və axirətdə məhşur elə. İmam Zaman əleyhissalamın zuhurun tez elə. Azərbaycanımızı, xalqımızı yerin göyün bəlasından hifz elə. Üstünəşli bayrağımızı dünyanın hər yerində uca elə. Deyilən, deyilməyən hacətlərimizi rəva elə. Dünyanın hər yerində ki, müsəlmanlar sıxıntıdadırlar. Öz qüdrətli əli ilə, qeybi yardımları ilə onlara kömək elə. بحق محمد وآله وبحق سورة مباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد